Herkese salam, kanalıma xoş gəlmisiniz qızlar. Uzun zamandan sonraki bir vlogla qarşınızdayım. Ümid edirəm bəyənərsiniz. Çünki istəyirdiniz, mən də dedim indi yəni kırmayım. Bir dənə vlog da çəkim araya, həm də nəticəyə baxım. Çünki bilirsiniz ki, mən shorts videolara dönmüşəm və gün ərzində 5 video paylaşıram və o videoların da çəkildiyi yer buradır. Və bunların hamısında orada çəkilməsi falan var. Belə qızlar, mən indi sadəcə qablar yudum. Sabahdan işləyirəm, amma oralar gözəlcə parıldatdım. Qabları yudum. İşte nə bilim bu stolu, süfrə, o biri qablar yerləşdir. Evlər süpürülüb silinəcək. Yağ əridiləcək. Nə bilim də, yəni bir-iki işlər var. Hələ mən shorts videoları çəkməliyəm. Ümid edirəm vlogu tezliklə bitirib onu da eləməliyəm və başqa işlərim də var. Nəysə. Çox danışmayayım, keçək vloga. Bu arada qızlar yazırsınız, niyə vlog paylaşmırsınız, niyə vlog paylaşmırsınız? Çünki izlənməm yaxşı deyil. Ona görə vloglar məndə alınmır. Bilirəm, izləyənlər dəstək olmağa çalışır, amma adama bir 5-6 şərh yazıb, bəyənib paylaşıb, əlavə olaraq 5-6 şərh yazsanız, bəlkə vloqum önə çıxar və vloqlarım yaxşı izlənsə, vloqlarda tez-tez çəkməyə çalışacağım. Bu sadəcə yazanlar oldu, onları incitməmək, qırmamaq üçün, itirməmək üçün çəkdiyim bir videodur. İndi yağımı əridəcəm. Sonra başqa ev süpürülüb silinəcək. Orada paltarlar var ki, onlar axşam atacağım maşına, çünki hələ tam yığılmayıb. Belə, indi nə edək? Başlayaq. Heç nə edək? Başladıq. Qızlar, burada yağımı əritmişəm. Bu üsulu shorts videomda böyük ehtimal onun üçün çəkmişəm olacaq. Girib oradan baxarsınız, niyə belə eləyirəm. Yəqin ki, bilənlər bilir, bilməyənlər üçün də orada baxa bilərsiniz. Belə, mən indi yemək pişirəcəm. Sonra da evi süpürüb siləcəm. Bir dənə də çay içərəm. Amma birinci yeməyi pişirim, sonra çay içim. Getdik. Bugün menüdə padlivalı qreçka var. Əvvəlcə qreçkanı tavaya töküb yaxşı yuyacağım. Sonra mən üzərinə əlavə hazırlayıram. Məncə bəsdir. Ərzaqların içərisinə bir diş sarımsaq da əlavə edirəm. Ya sarımsaq, ya dəfnə yarpağı, amma sarımsaq da çox yaxşı fikirdir. Heç bir qoxu falan keçmir, narahat olmayın. Məncə yoxlaya bilərsiniz. Mən bunu son zamanlar eləyirəm. Əvvəllər dəfnə yarpağı eləyirdim, amma məncə bu daha yaxşıdır. Belə. Bir də bəzi ərzaqların içərisinə darçın da əlavə edə bilərsiniz. Qoxusunu, məsəl üçün çay kimi, çayın içərisinə darçın əlavə edirsiniz. Əgər qoxunu sevirsinizsə çayda da. Bundan qarışdırmaq superdir. Mərciməyi də, qreçkanı da təmizləyərkən, yuyarkən bundan qarışdırın dəfələrlə. Çox gözəl olur. Mərcimək pişirəndə ki, üzərindəki o ağarma, qabarcıqlanma olur. Nə qədər çox yutsaz da. Amma bundan yutsaz o olmayacaq. Çünki çox qəşəng təmizləyir. Bax belə. Bu şəkildə eləyəcəksiniz, qarışdıracaqsınız, suyunu atasınız. Su durulana qədər. Çox tez olur, belə rahat olur. Əlinlə yumaqdansa çox tez olur və çox rahat, praktik olur. Tövsiyədir. Qazanın dibini çox dəydirmədən başqa bir ləyəndə də eləyə bilərsiniz. Mən promoyu qabda eləyirəm. Qazanın dibinə dəydirmədən də eləmək lazımdır amma. Görürsünüz necə kir çıxır.
Günün bundan neçə dəfə də yuyursan getmir. Əlinlə bu necə gedə bilər? Bütün qabıqlarını, qurumuş, lazımsız hər şey hissələrini çıxardır, tərtəmiz edir. Nəhayət suyu da tərtəmiz olur sonda. Və axşam düşüb. Demək, qızlar, mən qreçkanı pişirdim. Burada da nə deyirsiniz ona, padlivasını hazırlayıram. Soğandır, köhdür, ədviyyatlardır, qırmızı şirin biber bol-bol vurmuşam. Böyle yavaş-yavaş pişsin. Çay koymuşam, çay içirəm. Bir dənə kofe eləyim ya da çay. İşlərimi gördüm, sizsiz gördüm. Biraz yoruldum. Çoxdan da video çəkmirəm, həm də arada shorts çəkdiyim üçün çox, yəni yoruluram. Ona görə də üzrü sayın artıq. Mən vlogu burada bağlamaq istəyirəm. Baxacağıq vəziyyətə ki, növbəti vlog olsun ya yox. Vlog baxışında bir irəliləyiş olsa, ən azı 10.000 plus baxış istəyirəm. O, yəni divarlarda olsa davam etməyə çalışıram. Hələlik əlimdə orada məni görürsüz. Əlimdə də kök tutmuşam. Bunu yeyim eləmişkən dedim bir yarısını da yeyim. Hələlik qızlar, növbəti vloqlarda bilmirəm nə vaxt, amma sizdən asılıdır. Görüşmək ümidi ilə özünüzə yaxşı baxın.